Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb. Səyyar TV xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov Mətbuat Azın sorğusuna cavab olaraq bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar. Birinci dərəcəli ehtiyatda olanlar əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, kiçik zabitlər 50 yaş, mayor və polkovnik leytenantlar 50 yaş, polkovniklər 55 yaş, ali zabitlər 60 yaşına kimi hər dəfə 2 ay müddətinə olmaqla 5 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq. İkinci dərəcəli ehtiyatda olanlar əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaşına kimi hər dəfə 2 ay müddətinə olmaqla 3 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq. Üçüncü dərəcəli ehtiyatda olanlar əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaş, kiçik zabitlər, mayor və polkovnik leytenantlar 55 yaş, polkovniklər 60 yaş, ali zabitlər 65 yaşına kimi bir ay müddətinə bir dəfə. Pərviz Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.